İtlə eyni yataqda yatmaq olarmı? Mütəxəssislər bildirir ki, sağlam və baxımlı itlə eyni yataqda yatmaq əksər insanlar üçün ciddi təhlükə yaratmasa da, bu vərdiş hər kəs üçün uyğun deyil. Allergoloqların sözlərinə görə heyvanın tükləri deyil, əsasən tüpürcəyi, dəri hissəcikləri və piy vəzlərinin ifrazı allergik reaksiyalara səbəb olur. Buna görə də itə qarşı allergiyası olan şəxslərə ev heyvanı ilə eyni yataqda yatmaq tövsiyə edilmir. Mütəxəssislər vurğulayır ki, it mütəmadi peyvənd olunmalı, parazitlərə qarşı müalicə edilməli və gəzintidən sonra gigiyena qaydalarına əməl olunmalıdır. Əks halda infeksiya və parazitlərin ötürülməsi riski arta bilər. Bundan əlavə ev heyvanlarının gecə hərəkət etməsi və ya səs salması yuxu keyfiyyətini də poza bilər. Həkimlər qeyd edir ki, səhərlər burun tutulması, asqırma, göz yaşarması və ya öskürək kimi əlamətlər müşahidə olunarsa, bir müddət itlə eyni yataqda yatmamaq və simptomların dəyişib-dəyişmədiyini izləmək məqsədə uyğundur.